Azərbaycanda bu bitki demək olar ki, bütün kənd yerlərində bitir. Şiş xəstəliklərindən tutmuş qastritə qədər onlarla problemi aradan qaldıran bir bitkidən pərpəti öyündən danışacağıq bugün. Onu necə istifadə edə bilərik? Videomuzda bunu biləcəksiniz. Dəyərli izləyicilərim, bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı sizdən xahiş edirəm. Pərpədöyünün faydaları nələrdir? Arıqlamaq istəyənlərin ürəklə istifadə edə biləcəyi bitkilərdəndir. Ürək-damar xəstəliklərinin müalicəsində, uşaqların böyüməsində və inkişafında, mədə problemlərində, bəzi xərçəng növlərinin müalicəsində, dərinin qorunmasında, immunitetin möhkəmlənməsində pərpədöyün müsbət yöndən çıxış eləyir. Təzə-təzə yeyilən yarpaqları öskürəyi kəsir, qanı təmizləyir, sidik qovucudur, sinir sistemi problemlərinin həllində kömək eləyir, börəkləri təmizləyir, şəkər xəstələrinin rasionlarına ürəklə daxil etmək olar. O, şəkərsiz və vitaminli qidadır. Xüsusilə pərpədöyün salatı şəkər xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır. İndi də sizə pərpədöyün pəhrizi haqqında məlumat verəcəm. Kalorisi az olan bitkinin qida dəyəri yüksəkdir. Pəhriz proqramlarına daxil edilməsinin səbəbi isə budur. Ödemləri yox edən,